Günləri qarın tab edirik və xəmiri yoğururuq. Bərəkətli olsun inşallah ki. Xəmirimizə nə qatmışıq? Un, duz, maya. Bir də toparlayırıq deyə duru yağ qatmışıq və toparlama sürəsindəyik. Xəmirimizin yumuşaq olmağı üçün, yayanda da bizə rahat olmağı üçün duru yağdan istifadə edirik və yağı vurub xəmiri artıq toparlayırıq ki, xəmirimiz də çox qəşəng, yumuşaq, elastik bir xəmirimiz alındı. İnşallah biraz mayalansın, çünki maya vurmuşuq. Daha sonra işə başlayacağıq. Qarın qutabla bərabər göy qutab da eləyirik. Buna görə də göylərimizi təmizləyirik ki, təmiz olsunlar. Göylərimiz də keşniş, şüd, çələmir, göy soğan, petruşka, spanaq göylərdən istifadə edəcəyik. Bir də sonda quru soğan vuracağıq. Göylərimizi yuyandan sonra dəsmalın içine qoyuruq ki, suyunu çəksin. Çəkdikdən sonra isə bu cür xırda-xırda doğrayırıq. Suyu çəkmək çox önəmlidir. Ona görə ki, göylər sulu olarsa xəmirə su salar və bu da qutabın cırılmağına gətirib çıxardır. Və tatlı alınmaz o qədər də. Soğan çox olduğuna görə yarım ədəd də quru soğan əlavə eləmişəm və bunları qarışdırıram ki, göylərin dadı bir-birinə keçsin, yaxşı qarışsın. Daha sonra da qutabımızı eləməyə başlayacağıq. Həm göy qutabı, həm qarın qutabı eləyəcəyimizə görə artıq qarını təmizləmişəm. Ət çəkən maşından keçirtmişəm. Quru soğan da çəkmişəm. Bir də iç piy qatmışam. Göyərti də az da olsa əlavə edirəm. Duz, istiot, yəni ədviyyatlardan əlavə edirəm. Artıq hazırdır. Bunu bir gün öncədən hazırlamışam ki, soğanın dadı qarına keçsin və az da olsa qarının iyini, qoxusunu öldürsün. Xəmirimiz gəlib, qəşəng də özünü tutub artıq kündələrimizi eləyək və başlayaq.
isə qarın tablarımızı edirik. Qarını götürdüm, belə yayıram. Bu şəkildə olduğum üçün az miqdarda götürürük və yayırıq. Bu içində baxsaz desəz ki, bu nədir? Bu ağlar, bunlar qarnın iç piyidir. Bir tərəfdə elə deyirlər, yəni qarnın özündə olan, pərdəsində olan piyidir. Onu çəkib qatırıq, o da xüsusi yağlılıq və dad verir. Ağlayırıq. Göyərtib tabında olduğu kimi. Görüntüsü estetik olsun deyə yağlarını da səliqəli